Beytin pak, münəvvər ruhlərinə səlavat hədiyyə edək. Allahümme salli ala Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala seyyidina Muhammed ve alihi teyyibine tahirin ve la'ne daime ala a'daihim a'daillah minel ane ila liqaillah. Amma ba'd ve qâlel hakim fi kitabil kerim. Rabbi şrah li sadri ve yessir li amri ve hlul uqdata min lisani yefkahu qavli. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Bugünkü gece Tasuva gecesi Hz. İmam Hüseyin aleyhisselamın ve yar-ı ensarının son vida gecesidir. Bugünkü gecenin xüsusi bir əhəmiyyəti var və bu gecənin xüsusi ibadətləri var, bu gecənin xüsusi dua münacatları var və mübarək Peyğəmbər Əhl-i Beyti üçün bir gecədir və bu gecədə insanların ən öndə istiğfarı və bağışlanmağı var. Hz. İmam Hüseyin aleyhisselamın Tasuva gecesi Əhl-i Beytinin, yar-ı ənsarının ən çox ağır və çetin, hüzünlü bir gecəsiydi. Bu gecədə bütün məsələlər bəlli olundu. Bu gecədə bütün işlər ortadaydı. Həqiqi Əhl-i Beyt sevərlər, həqiqi insanların vəfadarlığı bəlli olundu. Ki, Peyğəmbər Əhl-i Beytini nə cür sevirlər və Peyğəmbər Əhl-i Beytinə biganəlik və Peyğəmbər Əhl-i Beytini tək qoymaq və bir dəstə isə onun yanında yer almaq. Allah müteal Quran-ı Kerimdə, müteal Allah Əl-İsra surəsində buyurur: Bismillahirrahmanirrahim. Və va'ahdil bil-əhd İnnəl əhdə kânə məs'ula. Allah müteal buyurur ki, Qiyamətin günü insanlardan soruşulacaq, Allaha verdiyiniz əhd peyman bu idimi? Allaha əhd peyman bağladınız, sadiqlik nümayiş elətdirdiniz, bu idimi? Bu ayənin müxtəlif şəkildə şən-i nüzulların müfəssir alimləri yazır. Amma Əllamə Təbətəbai buyurur, bu ayənin şən-i nüzulu Peyğəmbər Əhl-i Beytinə məxsusdur. Peyğəmbər Əhl-i Beyti tənha və tək qaldılar Peyğəmbərimizdən sonra. Həm Əli ibn Əbi Talib, həm xanım Zəhra salamullah, evladları İmam Həsən, İmam Hüseyin, xanım Zeynəb, Əhl-i Beyt tənha qaldı, tək qaldılar və onları insanlar, cəmiyyət dəstək vermədi. Ümumiyyətlə əhd peyman iki qismdən ibarətdir və bir qism insanlar arasında olan əhd peyman. İkinci qism isə Allahla əhd peyman bağlamaq. Bir insan Allahla əhd peyman bağlaya ki, İlahi, mən söz verirəm, Peyğəmbər Əhl-i Beytinə sadiq qalacağam, Qur'ana sadiq qalacağam, dində sabit olacağam və dinin kamilliyində, dinin sütunlarında, dinin mənə göndərdiyi vaciblərdə öz sadiqliyimi göstərəcəyəm. İkinci əhd peyd insanlar arasındadır. Yəni, bu əhd-i peyman insanların bir-birinə olan münasibəti və əhd peymanıdır. Və bunu biz
birinci bu əhd-i peymanın Kərbəlada görürük. Allah Müteal Qur'anın Müminin surəsində müminin sifətlərindən danışarkən bir hədəfə də Allah bizə çağırır. Buyurur, müminin 5 xüsusiyyəti var, biri də əhd peymandır. Verdikləri əhd peymana gərək sadiq qalsınlar. Və o əhd peymanı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mənim əhl-i beytimdən Həzrəti İmam Hüseyin əleyhissalama kimlər ki vəfalı olsalar, onlar ki İmam Hüseyin əleyhissalamın yanında yer alsalar, onlar İmam Hüseyin əleyhissalamla bir yerdə cənnət rizvanda olacaqlar. Onlar cənnətə yerləşəcəklər. Bu qədər hadisələri Peyğəmbərimiz deyə-deyə Əli ibn Əbi Talib, xanım Zəhra, Həzrəti İmam Həsən, səhabələr buna baxmayaraq bu gecə Həzrəti İmam Hüseyin üçün ən ağır və çətin bir gecə idi. Ən öndə olanı o idi ki, İmam Hüseyin əleyhissalam bugünkü gecədə bilirdi ki, onu insanların əksəriyyəti tək buraxdılar. Və onlar, biz söhbətlərimizdə bu 9 gün ki danışırıq, onlar Həzrəti İmam Hüseyin əleyhissalama yox, şeytana beyət elədilər, şeytanın qorxusundan, şeytanın tələsindən allandılar və özlərin zəlalətə apardılar. İmam Sadiq əleyhissalamın bir hədisini istərdim deyəm. İmam Sadiq əleyhissalam buyurur ki, Tasua gecəsi biz Əhl-i Beyt üçün çox önəm kəsb eləyən bir gecə idi. Tasua gecəsi elə bir gecə idi ki, o gecədə insanların əqidə və inazlarının kimə xidmət eləməyi aşkar olundu. İman getirən var, görürsən ki, namaz qılır, oruçdur, Allahın əmrlərini yerinə getirir. Amma onun imanının kamilliyin, imanın dərəcələrini hiss etmirsən. Adam var məsciddə bizim danışıqlarımızı eşidir, digər möminlərin danışıqlarını eşidir, onu qəbul eləyir. Amma başqa təriqətdən olan insanları kənarda eşitsə, onu da dəstək verir. Onu da qəbul eləyir. Elə bil bu günləri desələr ki, Peyğəmbərin əhl-i beytinə bicanəlik olub, qarşı tərəf desə ki, belə bir məsələ yoxdur, bicanəlik yoxdur, vəfasızlıq yoxdur, onu da qəbul edəcək. Və bugünkü gecə belə bir gecə idi, aşkar olundu ki, həqiqi Peyğəmbər əhl-i beyt sevərlər kimlərdir? Onlar ki, Peyğəmbər əhl-i beytinin yanında, İmam Hüseyin ağanın yanında yer almışdılar, onlar aşkar olundular. İmam Hüseyin əleyhissalam ki, bu gecədə o insanları üzünü çevirib Tasua xütbəsi oxuyur, mən o xütbədən bir neçə dənə mətləbləri deyəcəyəm sizə bu gecə. Və mən o xütbəni aşağı Cümə məscidində ətraflı şəkildə Tasua gecəsi oxumuşam. Ömür nəsib eləsə, ondan bir neçə dənə mətləblər deyəcəyəm. Əgər bu Məhərrəm ayında qismət olsa, Aşura və Tasua gecə xütbələrinin üzərində yenə də dayanacaqdır. İmam Sadiq əleyhissalam buyurur ki, vəfasızlıq o insanlarda o qədər idi ki, onlar aşkaran şəkildə ortaya getirdilər əməllərini. Onların simaları göründü ki, onlar Peyğəmbərə xidmət edirlər, Əhl-i Beytə xidmət edirlər, ya Peyğəmbərin əks tərəfinə. Zalimlər onlara vədlər verirdi, dünya həyatı onları elə alladırdı ki, və o dünya həyatının əbədiyyətinə bağlanırdılar bəzən insanlar. Halbuki onlar Allahı, Peyğəmbəri dildə çağırırdılar. Amma dünya həyatının əbədiliyi onlar üçün çox önəm kəsb edirdi. Elə fikirləşirdilər, elə düşünürdülər ki,
Onlar dünyada əbədi yaşayacaqlar. Onlar üçün fanilik anlayışı yoxdur. İmam Rıza aleyhissalamdan başqa bir hədisdə var ki, deyir, Tasua gecəsi biz Əhl-i Beytin ən ağır və çetin gecələrindən ona görədir ki, o gecə Allahı çağıranlar, o gecə Peyğəmbər və imamı çağıranlar başqa hədəfə xidmət elədilər və illərini hədər elədilər. İllərlə ibadət eləyənlər illərini hədər elədilər. Mən bunu çıxışlarımda qeyd elədim ki, Həzrəti İmam Hüseyin əleyhissalamla Yezid lənətullahın, Ömər Səd İbn Ziyadın qiyamının fərqliliyi ilə Peyğəmbər dönəmində olan müharibələrin fərqliliyi çoxdur. Onlar Allahdan danışmırdı, Peyğəmbərdən danışmırdı və qəbul etmirdilər. Amma bunlar qəbul eləmişdilər. Həzrəti İmam Hüseyni öldürən kim idi? Namaz qılan adam. İmam Hüseyni öldürən həccə gedən adam idi. Həcc ziyarətini qılan adam idi. İmam Hüseyin hərəkatı ilə mübarizə aparanlar, ordu komandanları Peyğəmbəri görən insanlar idi. Əhl-i Beytin yaxşı tanıyan insanlar idi. Bəziləri hələ Peyğəmbər Əhl-i Beyti ilə böyümüşdülər. Onlarla bir yaşıd idilər. Onlar onun uşaqlıq çağından tayin ki, o vaxtlərinə qədər bir yerdə idilər, bilirdilər Peyğəmbər Əhl-i Beyti kimdir. Onun üçün İmam Rıza aleyhissalam buyurur ki, biz Əhl-i Beyt üçün Tasua gecəsindən ağır bir gecə yoxdur. Tasua gecəsi çox çetin bir gecədir bizim üçün. Və o gecədə biz İslamın əsas qaynaqlarını, əsas hədəfə xidmət eləyən şəxsiyyətləri, əsas baniləri, sütunları itirmişik. Və elə sütunlar ki, onları yetişdirmək üçün illər zaman lazımdır ki, o şəxsiyyətləri yetişdirəsən. Bir insanın formalaşması üçün, bir insanı yetişdirmək üçün həqiqətən də zaman lazımdır. Hər bir sahədə, istər elmi sahədə, istər idmanda, istər təbabətdə böyük bir zaman vaxt lazımdır ki, o insanı sonda getirib peşəkar eləyəsən sən. Həqiqətən ki, artıq o adam, belə deyək, bütün məsələlərdə öz işində mükəmməl ola, öz məsələlərini özü həll edir. Bir Allahın fitri istedadı var, bir də var yetişdirmək. Allahın fitri istedadı odur ki, bu günləri şükürlər olsun Allaha ki, hər bir sahədə elə insanlar var ki, onlar nə ali məktəb oxuyublar, nə orta məktəb oxuyublar, amma fitri istedaddır bunlar. Azərbaycanda bir neçə dənə insan var, tanıyıram ki, qari Qur'andır, hafiz-i Qur'andır, əzbər Qur'anı bilir. Qur'anı əzbər öyrənmək üçün bir zaman lazımdır, bir vaxt lazımdır ki, onu mükəmməl surətdə Qur'anı əzbərləyəsən, öyrənəsən. O mərhələyə yetişmək lazımdır. Əli əleyhissalam deyir, natiq-i Qur'an, o Qur'ana o cür olmaq üçün vaxt lazımdır ki, onun üçün ömür, saat vaxt eləyəsən, öyrənəsən. Hər adamın da səbri o mərhələdə deyil. Hər adama görə Allah insana birinci səbir verək, onları bir-bir aramlıqla öyrənər. Amma bir də var ki, fitri istedad. O, Allah tərəfindən insana bəxş olunan bir neymətdir. Onu Allah insana bəxş edir. Onun üçün zaman lazım deyil, vaxt lazımdır. O artıq yetişib, hər şey bəllidir və uşaqlıq vaxtından onlar seçiliblər. Onun üçün Kərbəlada Tasua gecəsi İmam Hüseynin ətrafında olan şəxslər Qur'anı mükəmməl bilən insanlar idi. Əhl-i Beyti dəyərincə tanıyan insanlar idi. Əhl-i Beyti həqiqi sevən insanlar idi. Onlar onun üçün gəlib yer almışdılar. Və önəmli, vacib adamlar idi onlar əlbəttə. Onlara lazım deyildi demək, onlara bir işarə bəs idi. Və o işarə ilə onlar hərəkətə keçmişdilər.
Amma Peyğəmbərin əziz balası, Peyğəmbərin əziz balası ilə üzbəüz dayanan o zalimlər, Peyğəmbərin əziz balası saatlarla onlardan danışdı. Quran bilirsiniz necə onların haqqında deyir. Deyir, ya Peyğəmbər, onlara desən də, deməsən də, onlar iman getirməzlər. Onların qəlbi möhürlənib, onların qəlbi daş bağlayıb. Başqa bir ayətdə deyir ki, bu ayələri biz dağlara nazil eləsəydik, dağlar toz kimi əriyib gedərdi, talimar olardı. Amma insanların qəlbi heç də aramlıq tapmadı. Heç də o ayələrdən nəsə götürə, öyrənə bunu eləyə bilmədilər. Onun üçün Peyğəmbər balası İmam Rıza əleyhissalamdan hədis dedim, İmam Sadiqdən dedim və bir hədisi də Həzrəti Əli ibn Əbi Talibdən deyirəm. Nəhsül Bəlağa əsərində deyir. Deyir, bədbəxt insanlar onlardır ki, hadisə baş verib tamamlanandan sonra, hadisəni yaşayandan sonra bir söz deyirlər. Kaş gerək mən o adama dəstək verəydim, mən ona kömək eləyəydim, yardımcı olaydım və ondan uzağa getməyəydim. Və bu sonraki peşmançılığın isə heç bir faydası yoxdur insana. İmam Hüseyin əleyhissalamın Kərbəlasından sonra bilirsiniz də nə qədər adam hərəkətə keçdi. Nə qədər adam başladılar ki, İmam Hüseynin hadisəsini görəndən sonra qisas hədəflərinə yetişmək, amma yetişə bilmədilər. Çünki zalim öz hərəkatını göstərmişdi. Onları şəhid eləyəndən sonra, onların başlarını bədənindən ayırandan sonra İbn-i Ziyad məlun harada zülüm varsa, harada əziyyət mərhələləri varsa, onların hamısını sərgiləmişdi. Ələ lənətullahın Kufəyə gəlməyi özü bir dənə qorxunc xarakter yaratmışdı Kufədə. Çünki o Bəsrədə çox adamları öldürmüşdü, çox qanlar tökmüşdü. Yezid məlun da onu ora göndərməklə Kufəni bütün dəyişmişdi. Ona görə Həzrəti İmam Rıza əleyhissalamın sözündə, Əli ibn Əbi Talibin sözündə böyük hədəflər var bu gecə üçün. Ki, insan Allah tərəfindən o fitri istedad, Allah tərəfindən olan ona gözəllik, iman, əqidə, inanc ki, bəxş olunub, onu saxlaya, onu qoruya. Əgər bir gün namaz qılmırsan, namazı qəzaya verirsən, orucunu qəzaya verirsən, orucu tutmursan, xumusdan yayınırsan, əmr bil mərufdan yayınırsan, bilirsən bu hallar bizi nə qədər geri atır. Bizim inam və inancımıza böyük bir təsir buraxır. Bu zalimlər belə olmuşdular. Onlar inanclardan uzaq idilər. Dildə deyirdilər ki, biz iman əhliyik. Onlar bu əməllərdən kənar idilər. Bəzən özlərini gizlədirdilər. Yalandan deyirdilər ki, biz oruç tutmuşuq. Yalandan deyirdilər ki, biz xumusun icracısıyıq. Yalandan deyirdilər ki, biz insanları haramdan çəkindiririk. Və onların kənardan simaları daha yaxşı görünürdü. Quran necə deyir? Quran deyir, qiyamətin günü insanlar öz üzlərində, simalarında olan öz elədiyi əməllərlə tanınarlar. Onların simaları bəlli olacaq ki, onlar günahkardırlar, onlar əqidə sahibidirlər, onlar iman sahibidirlər, bunlar hamısı bəlli olunacaq. Təsua gecəsi belə bir gecə idi. Bu gecə insanların əleydən keçən bir gecəsi idi və son imtihanlarının verəcək bir gecəsi idi. Və bu gecədə insanlar oldu ki, imtihanların başı uca çıxdılar. İnsanlar oldu ki, bu gecədə imtihandan çıxa bilmədilər və onlar ömrü boyu əzab çəkib, sıxıntı çəkdilər, dünyanın rüsvay edici əməlləri ilə özlərini hər zaman tənqid elədilər. Bu gec bir məsələdir. Quran-ı Kərimdə Yasin surəsində Allah mütəal bir dənə ayət deyir bizə.
Ayə bundan ibarətdir. Bismillahirrahmanirrahim. Ələm əhəd iləykum ya bəni Adəm ən la tə'buduş şeytan innəhu ləkum əduvvun mubin. Nə gözəl ayət. Allah deyir ki, ey Adəm övladı, mən sizə demədim, sizin açıq, aşkar düşmanınız sizin yanınızdadır. Şeytan sizin açıq, aşkar düşmanınız, o sizin yanınızdadır. Mən bunu sizə xəbər verdim axı. Siz bunu bilirdiniz. Və niyə şeytana baş əydiniz? Niyə Peyğəmbər Əhl-i Beytinin yanında yer almadınız? O şeytan ki, sizi böyük bir günaha giriftar elədi. Bəzən həyatda həqiqətən biz bunu görməkdəyik, görürük də. İnsanlar var ki, onları ibadətə getirirsən, namaz qılmaq istəyir. Kənardan ona müdaxilə edirlər. Namaz qıldın, sən bizi ilə daha oturub dura bilməzsən. Namaz qılsan, filan yerə getməzsən. Namaz qılsan, daha filan işlərin ardında olmayacaqsan. Və namaz, bunları dedikcə adam fikirləşir ki, ya mən dostlarımı itirdim. Mən cavanlığıma sən keçəcəyəm. Başlayır iç dünyasında özü ilə danışmağa. Bu suallar, bu cavablar ona deyilir. Mən cavanlığımı necə keçəcəyəm? Cavanlıqda, bir yaşda olduğu o cavanlıqda nə danışacağım? Hələ namaz qıldım, oruç tutdum. Belə danışacağım. Şeytan bu cürlə danışdırır adamı. Açıq-aşkar sənə düşmandır, sənə dost kimi yanaşıb amma. Dünən mən bu mövzuda danışdım, istəmirəm çox bu mövzuda dayanam. Və ta ki, hədəfə çatdırana qədər, şeytan da bu adamları ta sua gününə qədər fikir ayrılıqlarına deyə yetişdirdi ta sua gecəsinə. İndi ta sua gecəsi imamın arxasında nə qədər adam var? İmam Hüseyin əleyhissalam da Allah tərəfindən lütf eləyir. Adamların hayasını, abrını qoruyur və bu gecədə onlar üçün daha bir şans yaradır ki, həqiqi aşiqlər kimlərdir və burada imtihandan çıxanlar kim olacaq və bu imtihandan başı uca çıxanlar kim olacaq və imtihana boyun əyməyib və imtihandan rəzil olub çıxanlar kim olacaq. Nəticələr bəlli oldu. Nəticələr bəlli oldu və öz əhdlərinə, öz şəhadətlərinə sadiq qalmayan insanlar İmam Hüseyin əleyhissalamı bu gecə tənha bıraxdılar. Hərə bir mane ilə tənha bıraxdı. Bir dəstə insan mane elədi ki, mən şəhid olsam, mən ölsəm, mənim ailəmə kim baxacaq? Maneyə baxın. Ölsəm, görəsən, mənim ailəmə kim baxacaq? Bu sözü Peyğəmbər də deyib, Həzrəti Musa əleyhissalam Allahla danışır. Allahla münazat edir. Allah Musa ilə danışan mərhələdə bir dənə söz deyir. Allah Musa əleyhissalam. Ya Musa, bizim səninlə diyalogumuz tamamlandı. Eşitmədiyi bir dənə söz eşidir. Necə diyalog tamamlandı? Deyir, danışığımız tamamlandı və sən risalətini tamamladın, peyğəmbərliyini də tamamladın və əbədiyyətə qovuşacaqsın. Ya Musa, Peyğəmbər nübuvvat aləmində çəkdiyin zəhmətlər çox dəyərli idi. Allah bu zəhmətlərin mükafatını əbədiyyətdə sənə qaytaracaq. Yəni, mən ölürəm, mən əbədiyyətə qovuşuram. Dedi, bəli, ya Musa, əcəl vaxtı yetişdi sənə. Əcəl vaxtı gəldi, nə bir saniyə gecikər, nə bir saniyə sənə möhlət verər. Belə bir məsələ yoxdur. Deyir, Həzrəti Musa əleyhissalamın son sözü bu oldu. Dedi, izni verginlə ilahi gedin, bir də anamla görüşün. Allah bilirsiniz də, Quranda buyurur ki, ana valideyn çox önəmlidir. Valideynin ehtiramı çox önəmlidir. Onun haqqında Quranda xüsusi ayətlər var. Valideynin ehtiramını saxlamaq, ona hörmət eləmək, ona belə deməmək, hətta kafir olsa belə onun haqqına girməmək, ona hörmətlə yanaşmağı Allah bizə tövsiyə edir. Valideyninlə görüşmək istəyirsən, get görüş.
möhlət verdik sənə. Gəlir valideyni ilə görüşür Həzrəti Musa əleyhissalam. Musa əleyhissalamın bir körpə qızı var idi. Yaxınlaşır, ata hara gedirsən? Deyir, qızım uzaq bir səfərə gedirəm. Çox uzaq bir səfərdir. Ata hasan gələcəksən? Bilmirəm bu səfərdən hasan gələcəyəm. Ata bizə kim baxacaq? Qız uşağının həmişə nəvazişi olur, həmişə şirin sözləri olur. Bizə kim baxacaq? Musanın qəlbi çox narahat olur. Bir dənə bu sözü deyir, ilahi görəsən bu uşağın aqibəti həqiqətən də nə olacaq? Allah deyir, ya Musa çıx o evdən kənara. Evi tərk elə və gəl sahilə. Gəl sahilin kənarında dayan və orada sənə bir işarət eləyəcək. Dayanır sahilin kənarında, dənizin içinə baxır, deyir, orada suyun içində daşı görürsən, dedi, bəli, götür o suyun içindən daşı, götürür, at yerə, atır, daş bölünür, daşın içindən bir qurt ağzında yarpaq. Deyir, ya Musa, bilirdin ki, dənizin içində bir daş, onun içində bir qurt ağzında yarpaq var. Biz insanların, ruzilərin, onlar dünyaya gəlməmişdən qabaq xərq etmişik. Onları özünə dərd eləməyən uşaq necə olacaq? O necə olacaq? Bu necə olacaq? Bunları dərd eləmə özünə. Bu hadisələri bilən o insanlar İmam Hüseynə bu sözü dedilər. Bizim görəsən öləndən sonra, şəhadətə çatandan sonra ailəmiz necə olacaq? Uşaqlarımız necə olacaq? Hərə bir mane ilə Hüseyn əleyhissalamı tərk elədi. Tərk elədilər İmam Hüseyni. İmam Hüseyn əleyhissalam da onların ondan uzaqlaşması üçün məcburiyyət qərar verməmişdi ki, onlar məcburi şəkildə dayansınlar. İmam Hüseynə həqiqi aşiqlər lazım idi. Həqiqi aşiqlər də əleydən keçdilər və dayandılar. Onların hər birinin dedikləri söz insana böyük bir təsir buraxır. Kərbəlada onların hər birinin şəhadətdən keçdikləri söz böyük bir dənə təsir buraxır. Elə sözlər dedilər İmam Hüseyn əleyhissalama, getdilər, şəhid oldular ki, o sözlər qızıl sularla yazılan bir sözlərdir. Qızıl hərflərlə yazılan bir sözlərdir. Bəlkə ondan da dəyərlidir. 100 illər, 1000 illər keçəcək, o sözlər heç vaxt yaddan çıxmayacaq və necə də çıxmır. O sözlərlə insanlar hidayət tapacaqlar, kaş o hidayəti sona qədər, axıra qədər, ömürlərinin sonuna qədər apara biləyidilər. Ona görə Allah Müteal bizi Quran ayələri ilə çağırış eləyir və bizə nümayiş elətdirir ki, insanlar Allaha tərəf gəldikləri yolda sabit qədəm olsunlar, ibadətlərində dəqiq olsunlar, namazlarında dəqiq olsunlar, oruclarında dəqiq olsunlar, verdikləri əhd-i peymana sadiq qalsınlar. Bu dini dəyərləri, dini kamillikləri bizə getirən kimdir? Və Allah tərəfindən mələk göydən yerə nazil edib, deyib bizə ki, namaz qılın, oruç tutun. Bunun lideri var, banisi var. Bu bir dənə şəxsiyyətə deyilir və o da dünyaya sesini salır. Allah onu seçib ona həvalə edib bu məsələni. Allah İmam Hüseyni də seçib və ona həvalə edib ki, zalimlər baş qaldırsa onların qarşısında dayanan təbəqə sən olacaqsan və bu hərəkatın başında sən olacaqsan. Bu hərəkatı sən seçə bilərsən, bu hərəkatdan uzaq ola bilərsin. Dünya bugün Həzrət İmam Hüseynə borcludur. O insanlar ki var idi, vəfasızlar, onların soy kökləri ki elə gedir, onlar da bugün deyir ki, kaş bizim də böyüklərimiz, ata-babalarımız Peyğəmbər Əhl-i Beytinin yanında yer tapaydılar. Onlar da sadiq olaydılar Peyğəmbər Əhl-i Beytinə. Heyhat ki, onlar Əhl-i Beytdən uzaq oldular. Ona görə Allah Müteal Qur'anın başqa bir ayəsində buyurur ki, Nəml surəsində bu cür buyurur. Bismillahirrahmanirrahim.
وَاسْكُرُ مِنْ كَشْفَةِ الْإِسْمَائِيلَ إِنَّهُ كَانَ صَلَاةَ الْوَعْدَ وَكَانَ رَسُولٌ سَيِّئًا وَكَانَ يَأْمُرُونَ أَهْلَ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ زَيِّنَ الْمَرِيزَ. Deyir, bir zaman kitab əhli Allahın yanında yer aldıqda Həzrəti İsmail, Həzrəti İbrahimin evladı insanları Allah yoluna dəvət elədikdə onlara sadiq olmağı nümayiş elətdirir və Rəblərinin yanında daim sidq-i qəlblə ibadət eləməyi göstərir. Onlar bu cür deyirlər, biz bu yolda mərizik, biz bu yolda xəstəyik, bizim bu yolda çətinliklərimiz var. Və elə bir çətinlik ki, biz bu yolu gedə bilmərik. Bunlar bunu mane edirlər, bu xəstəliyi mane edirlər. Allah bu ayətdə deyir ki, Həzrəti İsmail onlara böyük bir nümunələr getirir. O nümunələr bundan ibarətdir ki, deyir, Allah bizə vəd elədi, Kəbə evini inşa etdirin. Allah bizə vəd elədi ki, atam İbrahimə məni qurban kessin. Allahın bütün vədlərinə biz sadiq qaldıq. Və biz sizə dediyimiz sözlərdə heç bir mane getirməmişik. O dediyiniz dərdlər bizdə olub və o bizim üçün mane olmuyor. Allahın əmrinə müntəzir olmaq lazım. Yəni, Allahın əmrində manələr getirmək lazım deyil. Manə getirsən, gec və ya tez o mərhələyə yetişəcəksən. Allahın əmrinə sadiq qalmaq lazımdır. Ona mane getirmək lazım deyil. Orucluq ay gəlir, adam var ki, deyir, elə gəlməmişdən qabaq, mənim mədəm xəstədir də, mən tuta bilməyəcəm, mən səfərə gedəcəyəm. Bu manələri getirdikcə, bir görürsən həqiqətən ki, bir ay tamamlandı, bu adam oruç tutmadı. Öz məqsədinə, məramına çatdı. Amma hansı məqsədə? Allah dediyi yox, şeytan ona didizdirdiyi məqsədə çatdı. Şeytanın günahına, şeytanın bəlasına giriftar oldu və onu öz hədəfinə apardı. Ona görə Quranda bu ayələr bu gecəyə xüsusi bir əhəmiyyət verir ki, Peyğəmbərdən sonra Peyğəmbər əhl-i beytinə sadiqlik. Bütün Peyğəmbərlər tənha qalıblar. Bütün Peyğəmbərlər sonda insanlar tərəfindən zülmə məruz qalıblar. Öz elə qövmləri tərəfindən, öz ətrafı tərəfindən. Və sonuncu Peyğəmbər də bu cür məruz qalmışdı. Amma Peyğəmbər ömrünün son anlarında vəhdəti insanlara getirir və onlara əmanətlər tapşırır. Quran və əhl-i beyti onlara əmanət olaraq tapşırır. Və onlar əhd-i peyman bağlayırlar ki, ya Peyğəmbər, biz sənin yanında necə yer almışıqsa, sənin əhl-i beytinin yanında da o cür olacaq. Onlara sadiq qalacaq. Necə oldu? Sadiqliğin nəticəsi bəlli oldu. Onlar öz sadiqliklərini bu gecədə göstərdilər. İmam Hüseyin əleyhissalam bu gecədə bilirsiniz nə deyir? Hey baxır səmaya. İmam Hüseyin əleyhissalam səmaya baxır. Xanım Zeynəb salamullah əleyha deyir ki, mən Həzrəti Hüseyni bu qədər səmaya baxan görməmişdim. İmam Hüseyin əleyhissalam göyə baxır və üzün tutur səmaya, deyir, yar-ı ənsarına, onu sevənlərə, onun yanında yer alanlara bu sözü deyir. Deyir, mən istəyirsiniz sabahları sizin cənnətdə hansı mərhələdə yerləriniz olacaq, o yerləri sizə göstərin. Siz hamınız sabah cənnətdə olacaqsınız. Siz cənnətə daxil olanlardan olacaqsınız. Xanım Zeynəb deyir, çox narahat idim bu gecə. Bu gecə mənim
qardaşlarım, əzizlərimin son gecəsi idi. Və bu gecədə mənim çox narahatçılığım var idi. Narahatçılığımlarımdan biri o idi ki, Peyğəmbərin əziz balası Həzrəti Hüseyn xanım Zeynəbə vəsiyyətlərini edir. Və xanım Zeynəb də Peyğəmbər balası idi. Bilirdi ki, İmam Hüseyn elə-belə vəsiyyət eləmir. Və bu vəsiyyət vidadır artıq. İmam Hüseyn bilirsiniz nə deyirdi xanım Zeynəbə? Ya Zeynəb, gecə namazlarında məni yad elə ginə. Mənə dua elə ginə. Mənim üçün razı-niyaz elə ginə. Peyğəmbər balası əziz bacısına görün nə deyir? Mənə dua elə ginə. Məni yad elə ginə. Hər namazında məni çağır ginə, məni yad elə ginə. Görün, Peyğəmbərin əziz balası bu gecədə bacısına nə vəsiyyətlər eləyir. Tasua gecəsinin içində bir gözəl nöqtə var. Deyir, ey Peyğəmbər əhl-i beytin sevənlər, ey zalimlərin hədələrindən qorxanlar, bilin ki, biz gec ya tez ölüm şərbətini dadacağıq. Ölüm bizim üçün uzaqda yox, yaxındadır. Biz hər birimiz ölümü dadacağıq. Və ölüm şərbətin daddıqdan sonra bizim məsələmiz əbədiyyətdə həll olunacaq. Mən isə bugün sizə daimi məqamlarınızı deyirəm. Əgər bu yolda sabit qədəm olub, imanınızı dəqiqləşdirib, kamilləşdirsəniz, siz həqiqi Peyğəmbər əhl-i beytini davamçıları və görənlərdən olarsınız. Həqiqi əhl-i beytin sevənlərdən olarsınız. Bu gecə Əbəlfəzl Abbasın son gecəsi idi. Allah lənət eləsin, Şimr-i Məlun bir neçə insana əmannamə verir. Onlardan biri Əbəlfəzl Abbas idi. Və yaxınlıqları var idi Şimrlə. Əbəlfəzl Abbasın niyə qadir olduğunu da Şimr-i Məlun gözəl bilirdi. Dedi, bu nə namədir göndərmisən? İmam Hüseyn əleyhissalam bilmədi. Əbəlfəzl Abbas açdı o əmannaməni, gördü ki, Şimr onun üçün əmannamə verir ki, bizim səndə işimiz olmayacaq, hansı yerdə yaşamaq üçün sənə şərait yaradarıq və sən İmam Hüseyndən üz döndərginə. Bizə tərəf gəlginə, biz səni dəstəkləyəcəyik, səni ən ali zirvələr verəcəyik. Necə ki, Ömər Səədi allatmışdılar, digər zalimləri allatmışdılar, Əbəlfəzlə Şimr belə danışır. Əbəlfəzl Abbas qeyrət nümunəsidir. Əbəlfəzl Abbas imanın ən yüksək dərəcəsində olan şəxsiyyətdir. Əbəlfəzl Abbas əhdə sadiq qalan bir şəxsiyyətdir. Deyir, baxdı əmənnaməyə, dedi, sənin əmənnaməvə də ləhnət olsun. Sənin özvə də, sənin valivə də, sənin xəlifəvə də. Sən nə danışırsan? Bu sözləri sən kimin dili ilə mənə deyirsən? Mən Peyğəmbərin balasıyam. Əlinin oğluyam. Həzrəti Hüseyn mənim qardaşımdır. Harada görülüb ki, qardaş qardaşı tənha bıraxsın? O mənim qardaşımdır. Allah mənə nə qədər can versə, mən onun yolunda, onun getdiyi yolda sabit qədəm olacaq. Və mən o yoldan dönməyəcəyəm. Əbəlfəzl Abbas bir neçə belə sözlə zalimləri qəmləndirdi. Dedilər ki, Əbəlfəzl Abbas İmam Hüseynin yanından çəkilməsə, bizim üçün çox çətin olacaq. Bu döyüş bizim üçün çətin olacaq. Çünki Əbəlfəzl Abbas çox böyük bir sərkərdədir. Elə ki, deyir, İmam Hüseyn əleyhissalam bu gecədə üzün çevirdi.
o insanlar ki var idi, imamın yanında yer almışdılar. İmam hamısına bir söz deyir. Çəkilin, gedin. Sizinlə Ömər Sədin, Şimrin, Yecidin işi yoxdur. Onun mübarizəsi mənəm, hədəfi mənəm və məni öldürməkdir. Və sizinlə işi yoxdur. Gedin, qalan ömürlərinizi sürün və bir zaman gələr ki, dəqiqləşdirərsiniz, bilərsiniz, məsələlər, mahiyyəti nədir. Amma bilin ki, mən ona beyət etməməyimin ən bariz nümunəsi, mahiyyəti, dini dəyərləri, Qur'anı, Peyğəmbəri qorumaqdan başqa bir şey deyil. Mən yalnız Peyğəmbər və müqəddəs Qur'anımızı qoruyuram və sizin oxuduğunuz Qur'an layiqli, dəyərli ayətləri daima qorumaq biz insanların üzərindədir. Və mən ölümümlə müqəddəs Qur'anı yaşadacağım. Və Qur'an daimi yaşayacaq, amma onların içərisində olan ayələr, hökmlər heç vaxt dəyişilməyəcək. Amma Yezidə boyun əymək, Yezidin yanında yer almaq, bütünlüklə hər şeyi tarimar edəcək. Və bir-bir deyir, İmam Hüseyin bu sözləri dedikdə, gözü Əbəlfəzl Abbasa baxır. Əbəlfəzl Abbas da Həzrət İmam Hüseyinə baxır. Birdən Əbəlfəzlə bu sözü deyir. İmam Hüseyinə xəbər verirlər ki, Şimr onun üçün əmannamə göndərir. Deyir, ya Əbəlfəz, bu qədər ki, biz ömür sürdük, qardaş olduq, bir yerdə böyüdük, bir yerdə çətin günlər yaşadıq. Amma indi bir sözüm var sənə, istəyirəm deyəm. Dedi, nə söz diyor? Dedi, ya Əbbas, əgər sənə əmannamə veriblərsə, çəkil gedginə səndə. Gedginə onların tərəfində ol ginən, onlara qoşul ginən. Onsuz da onların səninlə də bir işləri yoxdur. Əbəlfəzl Abbas deyir, elə bildim yer, göy, aləm deydi bir-birinə. Bütün qarışdı hər şey bir-birinə. Pərişan halda deyir, gəlir xeyməsinə, başlayır ağlamağa. Xanım Zeynəb Səlamullah deyir, gördüm Əbəlfəzl Abbas ağlayır. Qardaş, niyə ağlayırsan? Nədir ağlamağının səbəbi? Dedi, mən atam Əlinin məzarına gedirəm. Gedirəm Həzrəti Hüseyndən ona şikayət edeyim. İllərdir mən ona yanında yer aldım. Hər zaman onu sevdim. Bugün mənə ondan üz döndərməyi çağırır və məndən uzaqlaşmağı istəyir. Və mən atama ondan şikayət eləməyi gedirəm. Xanım Zeynəb bilirsən nə deyir? Deyir, ya Əbbas, ey mənim əziz qardaşım. Mənim atam dünyasını dəyişəndə Əli ibn Əbi Talib şəhadətə çatanda nə dedi sənə? Həzrəti Hüseynlə səni bir araya çağırdı. Dedi, bəli. Dedi, mən bunların şahidi oldum. Və sizin əllərinizi bir-birinə verdi və sıxdı. Dedi ki, biri-birinizdən möhkəm varmışam. Bir-birinizin dəyərin bilin, bir-birinizdən hər zaman yanında yer alın. Heç vaxt bir-birinizdən ayrılmayın. Əbəlfəzl Abbas deyib, bu sözü eşitdi, pərişan oldu, ağladı. Dedi, bacı Zeynəb, Hüseyin mənə niyə uzaqlaşmağı deyir? Dedi, Hüseynin bu çağırışıdır. Hüseyin hamımıza bu sözü deyir. Hüseynin bu sözüdür. O qardaşına dediği kimi başqalarına da deyir. Həzrət İmam Hüseynin üçün evladı da, qardaşı da, bütün yar-ı ənsarı da məcburi şəkildə ətrafında ola bilməz sözünü İmam Hüseyin deyir. Yəni sizi mən bura məcbur eləyib
cəm etməmişəm, yığmamışam. İmam Hüseynə həqiqi aşiqlər lazımdır. Sən o aşiqdənsən. Sən Həzrət Əliyə nə şikayət edirsən? Əlinin şikayəti nə? Hüseyndən nə şikayət edəcəksən ki, o sizi biri-birinizə tapşırıb gedin? Əbəlfəzl Abbasi gəldi yenə də Həzrət İmam Hüseynin yanına. Gözləri dolu, dolmuş, pərişan halda. Dedi, qardaş, ya Hüseyn, Allah Taala məni 100 dəfə öldürə, dirildə, mən səndən dönmərəm. Və nə qədər canım var, doğranmağa hazıram, mən səndən dönmərəm. Və mən səni o qədər sevirəm ki, o qədər sənə bağlanmışam ki, sən mənim əziz qardaşımsan. Əbəlfəzl Abbas İmam Hüseynlə ata bir, ana ayrı evladlar idi. Amma Kərbəla vaqiəsində elə doğmalıq var idi ki, heç bilmirdin ki, orada bu insanların valideynlərində ögeylik var. O qədər doğma idi Əbəlfəzl Abbas İmam Hüseyn. Həzrət İmam Hüseyn əleyhissalam deyir, bastı bağrına qardaşını. Bu gecə o qədər ağladılar ki, bu gecə onların son gecəsi idi. O qədər ağladılar ki, ya Əbbas, mən səni çox istəyirəm. Mənim də sevgim, istəyim sənə çoxdur. Və mən də bilirəm ki, ey Əbəlfəz, sən əmannaməni də cırmısan, onlara lənət oxumusan, onlara üz döndərmisən, onlara lazımı cavabları vermisən sözlə və son sözünü qılıncın deyəcək sənə. Amma mən də istəmirəm ki, bu döyüşdə sizi gözümün qarşısında doğrasınlar, sizi öldürsünlər. Bu mənim üçün çox çətin olacaq. Çox ağır olacaq. Dedi, ya Hüseyin, heç qəm yemə ginən. Mən onlara can vermərəm. Mən nə qədər canım varsa bu yolda ölümə də, doğranmağa da hazıram. Görün, bu gecədə əsl sadiq əhd, peyman bağlayanlar kimlər idi? Həbib ibn Məzahir ki, rozələrdə eşitmişsiniz, getdi, saçın, saqqalına həna qoydu ki, ona deməsinlər ki, qoca kişi döyüşdə iştirak edir. Zübeyir, o Zübeyir ki, Həzrəti Əli əleyhissalamı da, Həzrəti Əli əleyhissalamdan sonra səhabələrə də hər zaman yanında layiqli şəxsiyyətlərin yer alırdı. Peyğəmbər əhl-i beytini sevirdi və sevgisini biruzə elətdirdi. Dedi, bu gecə mənim üçün ən şərəfli, ən böyük, şanslı bir gecədir. Bu gecədə mənim həyatımın ən gözəl dəqiqə və saatləri və saniyələridir. Əbəlfəzl Abbas, Əli Əkbər, Ovsəcə, Ləhər, nə qədər belə İmam Hüseynin yanında yer alan sərkərdələr var idi. Hər bir sərkərdə öz sözü ilə, öz əhd-i peymanı ilə imamın yanında yer almışdılar. Və onların son hədəfi də Peyğəmbər əhl-i beytinin dinini qorumaq, o dinin yolunda sabit qədəm olmaq və o dinin yolunda canlarını fəda eləmək. Və bu gecədə İmam Hüseyn əleyhissalam xanım Zeynəbə bir neçə dənə söz deyir. O sözlərdən biri də o olur ki, ya Zeynəb, mən şəhadətə çatandan sonra körpələrdən, balalarımdan, bütün əhl-i beytin uşaqlarından müğayət ol ginən. O körpələrə xüsusi nəzər elə ginən. O insanlara əziyyət, o körpələrə sıxıntılar verməsinlər. Xanım Zeynəb salamullah əleyhə üçün bilirsən nə qədər çətin və ağır bir məsuliyyətli söz idi bu. Onun üçün deyir ki, Kufədən Şama qədər hər uşağa qəmsi vuranda sinəmi qabağa verirdim, qolumu qabağa verirdim, kürəyimi qabağa verirdim. O qəmsilər hamısı mənə deyirdi
ki, mən qardaşım Həzrəti Hüseynə söz vermişəm. Mən ona əhd peyman bağlamışam. Ki, nə qədər canım varsa qoymayacağam ki, onlar əziyyət çəksinlər. Qoymayacağam ki, onlar zülm görsünlər. Xanım Zeynəb Salamullah Aleyhanın ən ağır gecəsi idi bu gecə və bilirdi ki, bu gecədən sabahki günə qədər imamın şəhadətə yetişəcəyi vaxtdan sonra onun ən çətin və məsuliyyətli saat və dəqiqələri gəlir. Deyir, baxdı qardaşına, bir neçə dəqiqə gözləri gözünün içinə baxırdı. Birdən Hüseyn əleyhissalam dedi, ya Zeynəb, niyə mənə belə diqqətlə baxırsan? Niyə mənə bu cür baxırsan? Dedi, ya Hüseyn, bu gecə bizim son gecəmizdir. Allah bizə nəsib eləsin, bir daha da biz bir-birimizi görmək şərəfinə nail olaq. Biz əbədiyyətə qovuşanda da bir yerdə olaq. Ağır bir mərhələdir, vida gecəsi, bir insandan ayrılmaq, bir insanı son mərhələdə ömrünün axır dəqiqələrində ola, onu son mənzilə yola salana qədər, o can verən mərhələ, möhtərəm insanlar, çox ağır bir səhnədir. Bunların əksəriyyətin bəlkə də yaşamısınız, görmüsünüz. Amma bir halda ki, Peyğəmbər balası, diqqətinizi çəkin, Peyğəmbər əhl-i beyti, cavan insanlar, körpə insanlar nələr çəkdilər, sağlam insanlar, hamısı Allahın verdiyi ömrə təqdir şəkildə yaşayacaqdılar, zalimlər olmasaydılar. Amma onlar ömürlərini Allahın yolunda tamamladılar. Onlar bu gecədə öz ömürlərinə son xitam və nöqtə qoydular ki, artıq belə yaşamaqdansa ölüm bizim üçün şərəfdir. Zillətlə yaşamaqdansa, zalimin yanında boyun əyməkdənsə, şərəflə yaşayıb ölmək Allah yanında ən böyük mərhələdir. Xanım Zeynəbin neçə dənə sözləri oldu. Həzrəti Əbəlfəzl Abbasın, Əli Əkbərin bu gecə bütünlüklə Peyğəmbər əhl-i beytin ən ağır gecəsi idi. İmam Zaman ağa məni bağışlasın. Deyir, Həzrət İmam Hüseyin əleyhissalam gəldi, gördü, qundaq içində Əli Əskəri ağlayır. Ey Əli Əskər, niyə ağlayırsan? Niyə bu cür halətdəsən? Ne üçün ağlayırsan? Dünya qurulandan bu günə qədər 3 dənə uşaq danışıb. Birinci uşaq beşikdə danışıb o Peyğəmbərdir. Həzrəti İsa Ruhullahdır. Anası ki, onu dünyaya getirəndə anasına pis sözlər dedilər. Allah Həzrəti İsa'ya dil verdi, danışdı ki, mən Həzrəti Məryəmin evladıyam, mən Ruhul Qüddüsəm. Allah tərəfindən dünyaya bəxş olunmuşam. Allah məni bu surətdə dünyaya getirir. Beşikdə ikən danışır. İkinci kim danışır beşikdə? O zaman ki, Həzrəti Yusif əleyhissalama Züleyxa şər atır, onun köynəyini ki, arxadan cıranda Yusif əleyhissalam görür ki, özünü isbat eləyə bilməyəcək, subut eləyə bilməyəcək ki, bu günahı Züleyxa eləyir, ya mən elədim. Bu zinaya mən düşdüm, ya Züleyxa. Deyir, Allah tərəfindən nida gəldi. Ey Yusif, biz səni tək qoymarıq. Elə bu hadisəni Züleyxanın öz yaxını danışacaq. Kimdir? Onun xalası qızının, körpəsi danışacaq. Əgər xalası qızı danışsaydı, o qadın böyüdür. O danışmayacaq. Onun körpəsi danışacaq. Uşaq dil açdı, başladı hadisəni danışmağa. İsa nə danışdı? Züleyxanı, şərrini, Həzrəti Yusifi qurtaran nə danışdı? Uşaqlar nə danışdılar?
haqqın nə olduğunu danışdılar. Haqqın düzgün olduğunu ispat elədilər ki, Yusif günahsızdır, İsa aleyhissalam dedi, mənim anam da günahsızdır. Haqqın nə olduğunu. Deyir, Əli Əskər ki, ağlayırdı. Həzrəti İmam Hüseyin ağa dedi, ey Əli Əskər, niyə ağlayırsan? Allah deyib, bir nitq açdı, Əli Əskər deyib, bu sözdür. Dedi, ata ağlayıram ona görə ki, sən sabah Kərbəlada tənha qalacaqsan. Körpə uşağın ağlamağına bax. Dedi, sən sabah tənha qalacaqsan, ay ata, mən bu hala dözə bilmirəm. Kaş mən tez böyüyeydim və mən də o meydanda olaydım, sənin yanında olaydım. Elə belə olmadı, Əli Əskər şəhadətə çatdı. Onlar hamısı arzu ilə yaşadı, əziz möminlər. Allah da arzu ilə yaşayanı öz arzusuna mütləqən çatdırar, istəklə yaşayanı. Dedi, mən istəyirəm ki, böyüyəm tez və səni tənha qoymaq istəmirəm. Ona görə mən söz danışmağı Allah fürsət verdi. Ona görə mən bunu ifadə edirəm ağlamağımla. Allahın ərşidə olan mələkləri ağladı. Bütün mələklər ərşidə ağladılar ki, ey vay, ey vay, nə qədər peyğəmbər öldürdünüz, nə qədər peyğəmbərlərə zülm elədiniz, Hüseynin məzlumiyyətinə yetişdirdiniz. Bu idi sizin əhdiniz. Bəs Allah sizin üçün bu qədər varlıq aləmin yaratdığına sağolu bu idi. Cavabı belə qaytardınız. Heyvanlar ağladılar. Bəyquş heyvanı bilirsiniz də, o heyvanı kim gördükdə evində, damında deyir ki, Allah göstərməsin, deyəsən bəddiyi getirəcək bizi üçün. Bizim üçün heç xeyir bir günlər gəlməyəcək. Mənim başıma gələn hadisədir, mən bunu yaşamışam. Yaxınlarımda yaşamışam. Bir damın üstündə oturmuşdu, aylar keçmədi, o ailə hamısı tarımar oldu, hamısı öldü, getdi. Hərə bir dənə dərdlə, cavanından tutmuş yaşlısına qədər. İndi bəziləri bunlara boş yanaşar, amma bunlar həqiqətdir. Yaxşı, bu heyvan nə üçün belə olur? O heyvan bəylərin damının üstündə oturub, ağaların damının üstündə oturub. O heyvanın oxunuşu da başqa cür olub. Elə ki, Kərbəla hadisəsi olanda o heyvan deyir, gəldi, bu səhnəni gözü ilə gördü. Gördü ki, Allah lənət eləsin, zalim imamın başını bədənindən ayırdı. Dedi, ilahi, bu insanlar neynirlər? Ne iş görürlər? Allahın yer üzərində xəlifəsi zalim tərəfindən, başı bədənindən ayrıldı. Bunu Allah sevir axı. Bunu bizi də sevməyi həvalə eləyir. Allah insanlara yox ha. Allahın sözü bütün aləmlərədir. Bütün canlı aləmlərədir. Bu nə halətdir, bu nə görülən işdir. Deyir, heyvan ağladı, ağladı, o bəyquş ağladı. Dedi ki, ilahi, gözümü kör elə. Gecələr seyrə çıxım, oturduğum yerləri xarabalığa çevirin. İstəyim səndən dünyanın axırı deyə, tezliklə dünya dağılsın. Dağılsın bu dünya ki, Peyğəmbər əzizini, Peyğəmbər xəlifəsini öldürdülər. Duası qəbul oldu. O heyvanın bu gündə harada oturduğu yerlər xarabalıqlar, abadlıqlar deyil. Harada xarabalıq var, o heyvanı orada görərsin. Görün, Peyğəmbər balasının şəhadəti nə qədər insanı sarsıtdı, nə qədər insanları qəmləndirdi, nə qədər insanları dünya və axirət nemətinə yetişdirdi. İmam Hüseyin hərəkatı, İmam Hüseyin məktəbi elə belə məktəb deyil, möhtərəm cəmaat. Allah bizə lütf edib biz bu gecə gəlmişik. İnsanlar var ki, bu gecədə, bu saatda dəqiqələrin, saatların harada kesidirlər? Hansı yerlərdədirlər? Bizə lütf edib biz bura gəlmişik.
əzadarlıq deyil. Peyğəmbər əhl-i beytinin əziz balasının hüznün deyil. Onların ağrılı, acılı gecəsindəyik. Bir şəhid anasından danışacağım. Deyir, müharibə başlamışdı. Bilirdim ki, bu müharibə deyəsən, yenidən qızışacaq, yenidən bu müharibə alovu başlayacaq. Aman zaman deyib, bir dənə oğlum var idi. Bir dənə evladım var idi. Gecə deyir, yatdım, gördüm ki, oğlumu öldürdülər. Allah heç bir anıya belə bir yuxunu nəsib eləməz. Bilirsiniz, nə qədər çətindir. Burada valideynlər var. Deyir, durdum, yuxudan ayıldım, gəldim oğlumun otağına, qapını döydüm, girdim içəri, bastım bağrıma oğlumu. Dedim, oğul, mən səni çox istəyirəm. Mən səndən ayrılmaq istəmirəm. Deyir, baxdım elə, dedi, ana, bu nə sözlərdir deyirsən mənə? Məni ölmüş gördün. Mən bəy ölmüşəm. Dedim, oğlum, yox, nəsə narahat bir yuxu gördüm. Dedi, yox, ana, demə narahat yuxu. Mən özüm də gördüm ki, məni öldürdülər. Görün, ana məhəbbəti nə qədərdir? Mən bu hadisəni eşidəndən sonra neçə gün özümə gələnməmişim. Dedi, mən özüm də gördüm, məni öldürdülər. Ayıldım, istədim ki, otaqdan çıxım, bir içim, su içim, sən tez otağa daxil ol. Subhanallah, ana da, bala da bilir hadisələri. Tasuva gecəsinə bir dənə diqqət edin, görün nə hədəflər aparır. Deyir, zaman keçdi, oğlumu yola salanda bağrıma bastım. Oğlum özündən müğayyət ol. Ana ürəkdi də, ətrafıma bax, diqqətli ol. Nə qədər diqqətli olacaqsan? Nə qədər? Artıq yazılıb, sən şəhadətdən keçməlisən. Sən bu yoldasan artıq, sən bu yola daxil olmalısan. Deyir, yaxınlardan biri gəldi içəri, daxil oldu. Dedi ki, mən sənə istəyirəm bir söz deyim. O söz də bundan ibarət. Həmən gecə deyir, yenə də o yuxunu mən təkrar görmüşdüm. Deyir, dedim, sən illərdir, aylardır bizə gəlmirsən, getmirsən. İndi mənə deyirsən ki, mənim səninlə bir neçə dənə vacib söhbətim var. Nə söhbətdir bu belə? Nə çıxışdır bu belə? Deyir, söhbətim bundan ibarətdir ki, hamımız ölüb gedəcəyik, əbədiyyətə qovuşacağıq. Bizim üçün gec və ya tez ölüm gələcək. Deyir, dedim, uzun danışma. Mən artıq başa düşdüm səni. Mən artıq səni dərk elədim, bildim sən nə deyirsən. Getdim, deyir, oğlumun o yatdığı evə, otağa daxil oldum. Başladım, deyir, ah-vay eləyib ağlamağa. Həqiqət oldu bu günləri bu. Bir zaman var idi, mən gecənin bir aləmi səni ahuzar elədim, bağrıma bastım, ağladım səninlə. İndi isə artıq bu həyata keçdi, bu şəhadət şərbətindən keçdi. Şəhidlik özü ali bir zirvədir. Deyir, elə ki, onun cənazəsini getirdilər, cənazə yetişənə qədər, bu söz heç vaxt deyir, mənim yadımdan çıxmayacaq. Ana, mən ölsəm də, şəhadətdən keçsəm də, sən bilginən ki, mən sənin üçün daim dua eləyəcəyəm və sən mənimlə bir yerdə cənnətdə olacaqsın. Əgər bizim qəlbimiz bir hədəfə vurursa, bizim istəklərimiz də bir olacaq. Allah bütün Kərbəla şəhidlərini, Həzrəti İmam Hüseyn ağa olmaqla bütün Azərbaycan şəhidlərini də o şəhidlərlə məhşur eləsin. Allah Teala
ibadətlərimizi, dualarımızı, münacatlarımızı bizdən qəbul eləsin. Bizləri bu gecənin fəzilətindən, şərafətindən, bərəkətindən ayrı salmasın inşallah. Bu dualarımızın, münacatlarımızın ali dərəcədə qəbulünə, Peyğəmbər əhl-i beytinə 3 dənə müqərrər səlavat hədiyyə edilir.